Yolumuz davam edir. Ağdərə rayonu. Yolumuz davam edir Ağdərə rayonu. Ağdərə rayonu meşələri. Ağzı padyoma yolumuz davam edir. Yolumuz davam edir. Ağdərə Sərsəng yolu. Burada yolumuzun üstündə bir bulaq var. Bulaqdan da biraz su götürək, su içək, sonra yolumuzu davam edək. Gözəl bir bulaq. Yolumuz davam edir Ağdərə rayonu, bu da Sərsəng sonbarı. Yolumuz davam edir Ağdərə rayonu. Pervallara qarşı yolumuz davam edir. Yolumuz davam edir Ağdərə rayonu. Yuxarıda belə bir yol çıxır. Bu yolla gedir Mehmanə kəndinə. O meşələrin arxasında gözəl bir kənd var. Mehmanə kəndi. Gördüyünüz yol Ağdərə rayonundan gəlir Ağdərə şəhərinə. Yolu bir dəfə gəlmişəm. Meşənin içindən kimsəsiz bir yoldur. Yolla gəlib, meşələrlə gəlib, bu yoldan çıxmışam. Ağdərə rayonundan gəlmişəm o vaxtı, gəlib bu yoldan çıxmışam. Bugün isə yolumuz bu yanlaradır. Yolumuz davam edir Ağdərə rayonu. Gözəl bir təbiət, havada sərindir. Yəni, yolumuz padyomlu olsa da o qədər də əziyyət vermir. Yolumuz davam edir Ağdərə rayonu. Bax, bu da Sərsəng sonbarı.
Devam edir. Ağdərə rayonu. Bu da Sərsəy sonbarı. Qabaqda sərt palyomlarımı görsəndə bəyəklarım uzaqdan. Palyomları qalxmalıyam. Biz meşənin üstə çıxacağım, oradan təpədə yolumuz görək hara gedəcək. Yolumuz devam edir Ağdərə rayonu. Bax, gördüğünüz bu perivalı qalxmalıyam. Belə bir perival var, burada sərt perivaldır. Oranı qalxmaq lazımdır. İnşallah qalxarıq. Yolumuz devam edir Ağdərə rayonu. Yolumuz devam edir Ağdərə. Sərsəy sonbarı. Qabaqda bir sərt palyomlar var. İnşallah buranı qalxmalıyam. Bax, gördüğünüz meşənin arxasına keçməliyəm. Yolumuz devam edir. Ağdərə rayonu. Gözəl bir mənzərə. Sərsəy sonbarı. Elə bir yüksəkliyə qalmışam. Gördüğünüz bax, bu perivalı belə qalxıb meşənin üstə çıxmalıyam. Oradan o yana da görək hansı mənzərə açılacaq bizim üçün. Ağdərə rayonu Sərsəy sonbarı. Gördüğünüz bu kənd Ağdərə rayonu Umudlu kəndidir. O yanda Zəylik kəndi, yuxarıda da Həsənrız. Ağdərə rayonu axırki perivalın lap yüksək hissəsinə qalxdım. Burada çətinliklə gəldim, çıxdım. Buradan yolumuz davam edəcək. Yolumuz davam edir. Ağdərə rayonu, bu da Sərsəy sonbarı. Yolumuz davam edir. Ağdərə rayonu meşələri. Bu da Sərsəy sonbarı. Qarşıda bir dik var. Oranı qalxaq görək, ondan sonra göstərir.
Ağdərə rayonu, bu da gördüyünüz Heyvalı kəndi. Heyvalı Drambon. Köhnə adı Drambondur, indiki adı Heyvalı. Ağdərə rayonu, Heyvalı kəndi. Heyvalı kəndində kiçik bir göl. Bu da Heyvalı kəndi. Yolumuz davam edir. Heyvalı kəndini keçdim. Bu yolda buradan Qozlu körpüyə gedirəm. Bu Kəlbəzər yoldur. Yolumuz hələ bir Qozlu körpüyədir. Oradan oraya Baxarcıqara gedəcək. Biraz oturaq dincələk. Sonra yolumuza davam edərik. Belə ballarım çox oldu. Biraz yorulcuqdur. Yolumuz davam edir. Ağdərə rayonu. Sərsəyin Sonbarı. Gördüğünüz yolda Kəlbəzərə gedir. Kəlbəzər rayonuna. Ağdərə rayonu Sərsəng Sonbarı. Bu da Sərsəng Sonbarının baş hissəsi. Yəni Sərsəng Sonbarı buradan başlayır. Çay burada tökülür. Ondan sonra da bax belə sonbar yağar. Yolumuz davam edir. Ağdərə rayonu, Ağdərə Kəlbəzər yolu. Bu yolda Kəlbəzər yoluna gedir. Davam edir. Yuxarı Orataq kəndi, Ağdərə rayonu. Yolda Kəlbəzər rayonuna gedir. Abi yuxarıda gördüğünüz kənd də Həsən Rız kəndidir. Mənim fikrim o kəndə qalxmaqdır. Şöyle qalxa biləcəyim. Çox bir yüksəklikdə yerləşir. İnşallah ora qalxmalıyam. Ağdərə rayonu, Qızılqaya kəndi. Bu yanda bir dənə kənd var, adı Qızılqaya kəndidir. Yolda Kəlbəzər rayonuna gedir. Burada belə qabağıma bir çay çıxdı. Ağdərə rayonu. Burada biraz yuyunaq, ondan sonra yolumuza davam edək. Davam edir. Ağdərə rayonu, daha bir kənd yolu Qozlu. Kəndin adı Qozlu kəndidir. Hardasa Baba meşələrinin arxasında. O da Kəlbəzər yoludur. Buralar Ağdərə rayonu gedirəm. Bu ola bilsin, bəlkə də Kəlbəzərlə gedərlər buralar. Çünki Kəlbəzərə yaxın bir yerdir.
Yolumuz davam edir. Ağdərə Kəlbəcər yolu. Yolumuz davam edir. Orada bir kənd də var. Kəndin adı Zardaqaş. Zardaqaş belə bir adı olmaz bu kəndin. Ağdərə rayonunun kəndidir. Kəlbəcər rayonuna yaxın yerdə yerləşir. Bu da Kəlbəcər rayonuna gedən yol. İnşallah bu kəndlərə qalxmalıyam. Evet, valla meşədə dağın üstündə olan kəndlərə qalxmalıyam. Yolumuz davam edir. Ağdərə Kəlbəcər yolu. Yol Kəlbəcər rayonuna gedir. Qarşıda görürüz meşələr, dağlar yəqin ki, Kəlbəcər rayonundadır. Çünki burada bir dənə kənd olmalıdır, Qozlu körpü. Oradan səhv eləmirəmsə Kəlbəcər rayonu gedir. Axır ki, gəlib Qozlu körpüyə çatdıq. Elə bir kənd var burada. Bilmirəm Ağdərənin yoxsa Kəlbəcərin kəndidir. Ancaq əgər Ağdərənindirsə, axırıncı kəndidir. Kəlbəcərinsə, Kəlbəcərin birinci kəndidir Ağdərə tərəfdən. Çünki buradan o yana Kəlbəcər başlamalıdır. Valla bu kəndin özü də Kəlbəcər kəndidir. Kəlbəcər rayonunun kəndidir. Dəqiq bilmirəm. Gördüğünüz bu çay Tərtər çayıdır. Kəlbəcərdən gəlir, Sərsəng su anbarına tökülür. Qozlu körpü kəndi. Qozlu körpü. Böyle bir kənd var. Nə deyirəm, bu kənd bilmirəm, Ağdərənindir, yoxsa Kəlbəcərindir. Bu kənd Ağdərənin də kəndi ola bilər, Kəlbəcərin də kəndi ola bilər. Qozlu körpü. Qozlu körpü, Həsən Rez yolu. Aşağıda Qozlu körpüdür. Oradan o yana Kəlbəcər başlayır. Kəlbəcərdə gedə bilmirəm, çünki bura portal yoxdur. Yəni posta kimi getdireyim, yaxınlığa kimi. Bildim ki, buraxmayacaqlar, oradan az yeri qayıdıb. Burada təxminən 3 dənə kənd var. O kəndlərin içindən Ağdərəyə tərəf gedirəm. Ağdərə rayonu.
Aşağıda gördüğünüz kənd Qozlu Körpü kəndidir. Yolda Həsənrız kəndinə gedir. Yolun Həsənrız kəndinədir. Yolumuz davam edir. Ağdərə rayonu Həsənrız yolu. Və sərt podyomlarla yuxarı kəndə qalxacam. Kənd çox hündür yerdədir. Orada qalxmaq asan deyil. Arada bir yerə oturan dincələm. Ağdərə rayonunun gözəl meşələri. O hündür meşələr mənbələrini Kəlbəcər rayonunun meşələridir. Yolumuz davam edir. Ağdərə Həsənrız yolu. Çox belə bir sərt podyomlar. Aşağı yoldan qalxmışam. Çox sərt bir yolu var. Çox dikdir. Həsənrız kəndinə kimi belə dik olmalıdır. Oradan oyananı bilmirəm. O kim qalxaq körünə göstərəcək. Yolumuz davam edir Ağdərə rayonu. Bax gördüyünüz bu podyomları qalxmışam. Hələ bundan başqa yenə də podyomlarım var. Ortadakı podyomlarla Həsənrız kəndinə qalxacam. Yol məni Həsənrız kəndinə aparmalıdır. Abi gördüyünüz o meşənin üstündə Həsənrız kəndi var, ora qalxacam. Ağdərə rayonu, burada qarşıda bir kənd var. Adı səhv eləmirəmsə, Zarda Qaşdinəli var, belə bir qəribə bir adı var. Burada belə bir kənd var. Bu yolda Həsənrız kəndinə gedir, Həsənrız də bax gördüyünüz o dağın üstündədir. İndi ora qalxmalıyam. Podyomlara qalxmışam. Həsənrizdə kimdir? Podyomdur. O davam edir. Ağdərə rayonu. Yolumuz davam edir. Ağdərə rayonu. Ağdərə rayonu meşələri. Abi yolda Həsənrız kəndinə gedir. Həsənrız kəndi də çox podyomda yerləşdiyinə görə çox dikdədir. Biraz əziyyətli çəkirəm. Biraz oturaq dincələk. Bir meşənin ətəyində oturmuşam. Gözəl bir sərinlik. Buranın podyomları çox sərt olsa da, təbiət gözəldir. Ona görə də bir təhər yola verirəm. Həsənrizdə də elə bir 2 dənə təpəm qalıb. Həsənrizdə kimi çıxmalıyam. Yolumuz davam edir. Ağdərə rayonu. Dağı görürsünüz. Dağın üstündə bir kənd yerləşir. Adı Həsənrizdir. Ora qalxmalıyam. Oradan peravallarla fırlanıb düz onun üstə qalxacam. Biraz tez-tez oturub dincəlirəm. Zaten ora qalxmaq. Yolumuz davam edir Ağdərə rayonu. Yolda Həsənrız kəndinə gedir. Həsənrız kəndi də bu dağın üstündədir.
Dağın düz başına qalxmalıyam bu kəndə çatmaq üçün. Ağdərə rayonu. Axır ki gəlib Ağdərə rayonunun Həsənrız kəndinə çatdıq. Kəndin çox sərt podiumları var idi. Bir təhər yarıb çıxdı. Yolumuz davam edir. Ağdərə rayonu Həsənrız kəndi. Ağdərə rayonunun Həsənrız kəndinin girişində, daha doğrusu kəndin ortasında şəhidimiz Mamedov Oktay Kəlbəzərin Nəzərli kəndindən anadan olmuşdur. Laçın rayonunda da şəhid olmuşdur. Allah şəhidlərimizə rəhəm edəsin. Ağdərə rayonunun Həsənrız kəndi. Həsənrız, bu yanlarda Zəyirlik, Umutlu. Yolumuz inşallah Zəyirlik, Umutlu kəndlərinədir. Həsənrizə çıxdım, buradan oyuna Zəyirlik, sonra Umutlu, sonra Damba. Sərsəs sonbarın üstə çıxacağım. Yolumuz davam edir. Həsənrız, Zəyirlik kəndləri arasında olan bir yol. Bu Zəyirlik kəndinə gedir. Bu yanda Həsənrizdən gəlir. Yolumuz davam edir. Ağdərə rayonunun Zəyirlik kəndi. Zəyirlik kəndi, Ağdərə rayonu. İnşallah yolumuz buradan aşağı Umutlu kəndinədir. Yolumuz davam edir. Ağdərə rayonu. Bu yan Zəyirlik kəndi yoludur. Bu yanda Umutlu. Zəyirlikdən çıxdım. Hazırda da yolum Umutlu kəndinədir. Umutlu kəndindən də o yana sağlı olsun. Sərsəs sonbarı Dambaya çıxacaq. Axır ki gəlib Umutlu kəndinə satdım. Bu da Sərsəs sonbarı. Ağdərə Umutlu kəndi.
Ağdərə rayonu Umudlu kəndi. Ağdərə rayonunun Umudlu kəndində Şəhidlər Xiyabanı. Ağdərə Umudlu kəndi. Umudlu kəndinin şəhidləri. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ağdərə Umudlu kəndi. Ağdərə rayonu Umudlu kəndi. Yolumuz devam edir. Ağdərə rayonunun Umudlu kəndi. O da Sərsəng sonbarı. Gördüğünüz Umudlu kəndidir. Burada böyle dərə var. Buradan öyle dersen yarısı da bu yanları kəndin. Ağdərə rayonunun Umudlu kəndi. O da Sərsəng sonbarı. Ağdərə rayonunun gözəl meşələri. Ağdərə rayonu. Sərsəng sonbarı. Ağdərə rayonunun gözəl meşələri. Yolumuz devam edir. Gördüğünüz Umudlu kəndidir. Ağdərə rayonu. Ağdərə rayonu meşələri. Yolumuz devam edir. Ağdərə rayonu. Sərsəng sonbarı. Ağdərənin meşələri, dağları. Perivalları. Ancaq perival qalxıram. Demək olar ki, aşağı yolum azdır. Ən çox yolum az yuxarıdır. Orada da bir perival var. Bu meşənin fırlanıb arxasına keçməliyəm. Yolumuz devam edir. Ağdərə rayonu. Ağdərə rayonu meşələri. Ağdərə rayonu Sərsəng sonbarı.
Ağdərə rayonu Sərsəy su anbarı. Ağdərə Sərsəy su anbarı. Ağdərə rayonu Sərsəy su anbarı. Ağdərə rayonu Sərsəy su anbarı. Bu günləri Ağdərə rayonu. Bu günləri Sərsəy su anbarını demək olar ki, yox, daha doğrusu bir dövrə vurdum. Yəni başından girdim, o biri başından fırlandım, gəldim. Çox ağır bir səfər oldu. Yəni kilometraj deyə bilmərəm, çox tədbinat, çox çətinliklə də olsa Sərsəy su anbarını fırlandım. Amma vəziyyətə dəyər, çünki Sərsəy su anbarı elə belə su anbarıdır. Gəlib görən bilər. Gözəlliyinə söz ola bilməz. Siz də gəlin, dincəlin, seyr edin. Gözəl gölə.